Axırıncı gün kimin qapısına gedək? Kimin qapısına gedək? Hər yerdən əl üzüləndə ananın qapısına gedərlər, düzdür? Ana dadına çatır insanın. Hər bir zamanda hamı üst çevirəndə ana üst çevirmir. Zəhra sənin sinəndə yar, ey dilbəra dilbəndə kar. Gedək anamızı özümüzdən şikayət edək. Deyə ana sənə layiqli övlad olan mənim. Gedək o yanmış qapısına xanım Fatimə Zəhra. Allah'ı belə təhdid eləyə bilərik biz anamızla. Deyə bilərik ki, bağışlamasan Ramazan.